Salam, hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bugün YouTube kanalım üçün ilk vlogumu çəkib paylaşacağım. İnşallah ki, hər biriniz bəyənərsiniz. Bəyənsəz, fikirlərinizi yorumda yazmağı unutmayın. Şamaxıya seminara gedirəm və bugün Şamaxı seminarına hazırlıq görəcəm. Bir həftə ərzində alıb yığdıqlarımı bir yerdə çamadana yığacağıq. Geçen il seminara gələndə qara çamadan almışdım, amma bu il tam fərqli bir rəngi seçdim. İçi çok genişti, ona göre çok beğendim. Və qızlar birlikdə baxaq biz nələri almışıq. Məncə hər biriniz bəyənərsiniz. Ağ krasovkaları biraz açıq rəngdə seçdim bu dəfə sportivnaları. Çünki sport geyimi ümumiyyətlə mən həmişə qara köynək, qara şalvar, ağ köynək geymişəm. Amma bu dəfə tam fərqli rəngi seçdim. Açıq rəng olmağına baxmayaraq məni arıq göstərir. Bu mənə xoş gedir. Və qala gecəsi üçün belə bir ayaqqabı seçdim və ayaqqabı üçün də bu dəfə tam fərqli bir geyim seçdim. Mən hər zaman donları geymişəm. Don biraz məni daha yəni canlı göstərir deyə bu dəfə belə bir geyim seçdim. İnşallah ki paylaşaram, bəyənərsiniz. Yəni mən çox bəyəndim, belə deyim. Biraz boğazı bağlıdır, ona görə narahatam. Yoxsa yəni kostyumu belə çox bəyəndim. Və işgüzar geyimlərdən 2 cüt aldım. Biri ağ köynək, ağ ayaqqabı, qara şalvar seçdim. Çünki bizdə 2 seminar olacaq və seminarlarda da bizim mütləq şəkildə işgüzar geyimi olmaq şərtdir. Ağ köynək düzdür, məni biraz dolu göstərir, amma lazımdır. Yəni bəzən də biz seçim etməliyik. Və belə bir cins şalvarla köynəyim var idi. Onları da seçdim. Bunlar mənə çox yaraşır, çox bəyənirəm. Yəni çox sevirəm bu geyimləri. Yəni özüm xoşuma gəldiyi geyimlərdir deyə onları da götürürəm. Belə bir biraz böyük həcmdə sumka yol üçün götürdüm. Çünki yol üçün məndə çox şeylər olur. Və qala gecəsi üçün, kostyum üçün də belə bir tigrovoy sumka seçdim. Hər ikisini Xaçmazda Trendyoldan almışam. Çox bəyəndim. O mağazada demək olar ki, hər məhsulu bəyənmirəm, amma bunları bəyəndim. Və kosmetika üçün və qulluq vasitələri üçün əlavə də 2 kosmetika aldım. Məndə biri var idi evdə, amma bu ikisini də aldım. Mən belə deyim ki, sizə işimlə bağlı çox bunlar vaxt ayıra bilmirəm, amma maksimum çalışıram ki, biraz dəyişikliklər eləyim. Əslində məndə həddindən artıq çox qulluq vasitəsi, kosmetika var. Yəni çox gətirirəm, amma onları çəkiliş eləyib paylaşa bilmirəm. Yəni bloqlara çox vaxt ayıra bilmirəm. Belə, keçən il mən Şabrana getmişdim. Bu ikinci seminarımdır. İkinci dəfə gedirəm. Biz həm istirahət edirik, həm özümüzü inkişaf elətdiririk. Bizim təlimlərimiz olur orada. Hər birinizə qismət olsun. Özüm onlayn işlə məşğulam. Favori şirkətinə əməkdaşlıq edirəm və bütün məhsulları Favori şirkətindən sifariş verirəm. Kosmetikada, qulluq vasitəsidir, ətriyyatdır, hər bir şeyi. Çox bəyəndiyim ətirlərdən bir neçəsini götürdüm. Murmur ətrini çox bəyənirəm, onu deyim sizə. Biraz tünd şirin qoxusu var, amma qablaşdırmasına görə mən çox vaxt bu murmur ətirlərini seçirəm özüm üçün. Məncə bunu görən hər kəs bunu bəyənər, bu ətri. Qoxusu da həm qalıcıdır, həm də biraz tünd şirin ətirdir. Bəlkə də bir çox zövqə uyğun deyil, amma bu ətri çox görünür. Bizdə murmur ətri 2 cür var, amma mən qarasını çox bəyənirəm. Çünki açıq rəngi biraz daha çox şokolad qoxusu verir. Və biraz sərin ətirdən də götürdüm. Balaca olmağına baxmayaraq çox sevirəm o ətirləri. Fabrikdən təzə özüm üçün sponj götürdüm. Bu sponjlar çox qəşəngdir, davamlıdır. Üz üçün nəmləndirici sprey makiyajdan sonra istifadə etmək üçün. Və hər zaman seçdiyim bir dənə BB kremi seçdim, bir dənə də tonal kremi seçdim. Tonal krem çox qəşəngdir, hətta ləkələri açır üzdə olan. Və SPF 30 istifadə edirəm mən, uşaqlar üçün nəzərdə tutulmuş. Ona görə ki, üzlərim çox həssasdır və makiyaj silmək üçün vasitəni mütləq bunsuz mümkün deyil. Yəni axşam ancaq mütləq SPF-i onunla təmizləmək lazımdır kosmetikanı. Yoxsa üzdə kosmetika qaldısa üzlərimiz körlanır. Yəni mən heç vaxt kosmetikada yata bilmirəm. Mütləq üzümü dərindən təmizləyirəm, qulluq edirəm, sonra əsas gecə qulluğuna daha çox diqqət yetirirəm. Mən 3 Kisti də Fabrikdən seçmişəm. Çox makiyaj istifadə etmirəm deyə. Məndə kistlər azdır. Göz teni üçün və pudra üçün. Bir də ki
ənlik üçün götürmüşəm və kolleqan tərkibli üzə qulluq vasitələrini seçmişəm. Bir də ki, serum mən hər zaman sevirəm. Məhsul istənilən istər kosmetik, istər qulluq vasitələrindən öncə mütləq zərdab istifadə etməyi və əlavə olaraq da özüm üçün bir dənə konsiler seçdim. Konsiler göz altı bizdə yorğunluq olur, yorğunluğu və təbii ki, xırda mimik qırışların yəni ki, örtür. Bu da bizə köməklik göstərir. Və deyim ki, sizə teni balaca seçdim. Həm də ki, pudranı istifadə eləmirəm, çox pudranı, amma arada istifadə etməyə lazımdır. Çünki üzümüzü matlaşdırır. Bir də çox gözəl, çox bəyəndiyim, çox sevdiyim, balaca olsa da şirin ənliyi seçmişəm özüm üçün. Çox bəyənirəm. Yəni, belə baxanda balaca görsənir, amma qiymətinə baxanda keyfiyyəti çox gözəldir, qızlar, bunu da deyim. Hər birinizə tövsiyə edirəm bu məhsulları götürün. Bir dəfə istifadə eləsiniz, davamlı istəyəcəksiniz. Belə qaş karandaşından təzəcə bir dənə götürdüm özüm üçün. Mən göz karandaşını çox istifadə eləmirəm. Qaşlarım əslində ten effektidir, amma üstdən yenə də karandaş istifadə eləyirəm. Yəni artıq bilmirəm, bu artıq məndə bir xasiyyətdirmi, bilmirəm, öz qaşlarıma görə özümdə kompleksim varmı, amma hər zaman istifadə etmək istəyirəm. Elə belə götürdüm göz karandaşımı və belə istifadə eləmirəm. Ən əsas mənim üçün daha çox vacib olan, sizə deyim, dodaq karandaşıdır, pomadalardır. Mən dodaq boyaların sayı hesabı yoxdur. Ən çox bəyəndiyim dodaq boyalarıdır. Özü də açıq rəngləri istifadə edirəm. Tünd rəngləri sevmirəm ümumiyyətlə. Məndə həm nəmləndirici var, həm dolğunlaşdırıcı mat dodaq boyaları var. Çünki mən dodaq boyalarını tez yeyirəm. Təsəvvür edin ki, karandaşı hətta itiliyəndə Fabrikdəndir və hər zaman sevdiyim əl kremində Fabrikdən seçmişəm. Bütün məhsullar sırf buradan seçmişəm ki, keyfiyyətlidir, həm də üzümə, əlimə heç bir ziyanı olmur. Belə hər kəsə də sizlərə ürək rahatlığı ilə tövsiyə edirəm. Qeyd etmək istəyirəm ki, burada baxanda özüm deyirəm ki, sən nə qədər məhsul seçmişsən, heç bilmirəm bunlara yerləşəcək ya yerləşməyəcək. İndi sizlərlə bir yerdə onların hamısını qablaşdıracağıq. Özümə qeyd kitabçası qələmi də götürmüşəm. Götürürəm, amma çox vaxt telefonda qeyd edirəm, rahatdır deyə lazım olanları. Yəni işimiz haqqında nəsə danışanda dərhal qeyd edirəm. Çünki siz insan necədir? Bugün dinləyirsən və gəlirsən nəyəsə başın qarışır, 2 gün sonra istəyirsən ki, onu tətbiq eləmək, amma yaddaşda qalmır. Ona görə mən qeydlər alıram. Həm də ki, təzə qızlarımın kodları var. Bizdə struktur işi olduğuna görə bizim kod parollarımız olur. Onları yazıram qeyd dəftərində. Onu da qoymuşam ki, yadımdan çıxmasın. Kosmetikaları bir qablaşdırmaya qoyuram və qulluq vasitələrini bir qablaşdırmaya qoyacağım. Amma bilmirəm, bu qədər məhsul yerləşəcək, yerləşməyəcək. Bunların hamısı mənə lazım olacaq. Çünki 2 gecə, 3 gün qalacaq orada. Özünüz bilirsiniz, üzümüzə bir gün qulluq etməsəz, o üz artıq, yəni həmin tanıdığın üz deyil. Ona görə mən xanımlara tövsiyə edirəm. Əsasən də axşam saatlarında bütün üzünüzü təmizləyin. Üz yuma gelindən və yaxud üz yumaq üçün köpüydən istifadə edin. Üzlərinizi korlamayın, dəri tipinizə uyğun məhsullar seçin. Hər zaman seçim eləyəndə düzgün seçim eləyin. Bugün tutalım mənim üzlərim həddindən artıq çox qurudur. Mən yağlı üzləri üçün olan kremi istifadə eləsəm, mənim üzlərim ümumiyyətlə daha çox korlanacaq. Ona görə istənilən bir seçim eləyəndə hər bir məhsulu diqqət yetirin. Sizin saç tipinizə uyğundurmu, dəri tipinizə uyğundurmu? Bax, onlara xüsusi diqqət yetirin. Adicə bizim qızlarımız ucuzdur deyə kosmetikalar alırlar, tonal kremləri. Onlar o qədər üzlərimizə ziyan verirlər ki, gələcəkdə bizim üzlərimizdə ciddi problemlər olur. Ona görə əsas qızlar daha çox baxıma diqqət edin. Üz baxımlı olanda o üz daha gənc qalır, daha gözəl qalır və daha çox kosmetikaya heç ehtiyac da olmur. Mən ümumiyyətlə sevmirəm çox kosmetikanı istifadə etməyi. İnşallah ki, qalı gecəsinə hazırlaşanda özünüz görəcəksiniz ki, mən nə qədər az sayda istifadə edirəm. Yəni ənliyi falan da çox istifadə eləmirəm. Çox yüngül şəkildə. Yəni sevirəm elə. Belə bizim artıq görürsünüz ki, kosmetikaya yerləşmədi və üçüncüsünü götürməyi oldum. Ona görə də artıq yığdım, amma ətirləri sumkaya qoyacağım. Sumkamı mütləq hazırlamalıyam. Ətirləri çox istifadə etdiyimə görə əlimin altında olmalıdır. Mən ümumiyyətlə evdə də mənim ətir yerim var, maşında da ətirlərim var və sumkamda da ətirlərim var. Çünki
çox dodaq boyası, ətir, dodaq kontoru. Bunlar mənim əlimin altında olmalı olan məhsullardır. Biraz xırda məbləğlərdən qoydum ki, yolda lazım olar. Təbii ki, biz kartdan istifadə edirik. Kart da mənim telefonumdadır. Artıq o qədər rahatlığa öyrəşmişik ki, hər yerə gidirik, telefon çıxardırıq. Bəzən ödəniş olunmayanda qalıram ki, belə üstümdə belə pul yoxdur. Amma hər ehtimala qarşı üstümdə götürdüm ki, bilmək olmaz. Nəsə istəyərəm, lazım olar. Birdən orada kartla ödəniş olmaz. Ona görə də ona diqqət yetirib, onu da sizə məsləhət görüm ki, siz də yola çıxanda bax belə şeylərə diqqət yetirin. Şəxsiyyət vəsiqənizi mütləq qoyun, kartlarınızı yerləşdirin və əlinizin altında müəyyən məbləğ pulunuz da olsun. Mən bunu ən birinci sumkaya yerləşdirəndə hər zaman diqqətimdə saxlayıram. Maşallah, sumkanın içi çox genişdir, boldur. Yəni istədiyim qədər məhsulları yerləşdirə bilərəm və çəkilişlər üçün bizə lazımdır nə? Təbii ki, telefon qoyan və əlavə də ki, mikrofon, birdən video falan çəkməli olsa mikrofondan çəkəcəm. Ona görə də onlar mütləq sumkamda olmalıdır. Görün, mən sumkalar nələri yığıram. Bir ətirdir, qalan da hamısı işim üçün lazım olan məhsullardır. Amma belə baxıram ki, kosmetikam sumkama yerləşməyəcək. Ona görə də mən məcbur olacağım ki, onları çamadana koyum. Çünki çamadanda daha yaxşı olacaq. Və biraz bujderi aldım özümə. Əslində məndə qızıl çoxdur. Qızılları artıq o qədər istifadə eləmişəm. Mən həqiqətən bəyənmirəm. Mən fərqli bujderiyalar seçirəm özümə. Yəni xoşum gəlir. Öz kostyumum üçün tigrovu sırğalar seçdim. Gəzdim, təkcə onları tapdım, amma təəssüf qolbaqla yəni ki, boyunbağını tapa bilmədim. Belə bir üzük götürdüm, maraqlıdır, həm böyük həcmdədir. Belə bir sırğalar götürdüm, bir neçə çeşiddə götürdüm. İnşallah onlardan seçim eləyib götürürəm. Bunlar amma qızıldır, onu da deyim. Çox ehtiyatlı olmaq lazımdır. Bax, belə bir şey də, özüyü də götürdüm. Bu üzüyü çox bəyənirəm və bu sepi də çox bəyənirəm. Bunları da götürdüm, çox qəşəngdir. Gündəlik taxmaq üçün yox, xüsusi olaraq tədbirlərdə taxmaq üçün mənim biraz həcmli üzüklərdən xoşum gəlir. Belə qızlar, biz artıq çamadanımızı yığdıq, yekunlaşdırdıq bir yerdə. Allah hər kəsin yolunu açıq eləsin. İnşallah ki, sağ-salamat gedək çataq. Şamaxıdan gözəl görüntüləri sizlərlə bölüşəcəm. Mən 3 günlük getdiyimə baxmayaraq, məncə siz özünüzdə izləyin, fikirlərinizi bildirin. Çox az bir geyim götürdüm, çünki ehtiyac olmur o qədərinə. Sağ olun, növbəti vlogda görüşənədək.